Demək belə. Azərbaycan Respublikası İqtisadi Coğrafi Rayonlarının kənd təsərrüfatı. Bilirsiniz ki, kənd təsərrüfatı elə bir sahədir ki, ona hər yerdə ehtiyac var. Çünki kənd təsərrüfatı qida ehtiyaclarını əsasən təmin edir. Onun xammalı sənayedə əsasən qida sənayesinin xammalını təmin edir. Bu səbəbdən yəni yeni sənayesinin xammalını təmin edir. Həm bu istiqamətdə sənaye sahələrinin inkişafı, həm də kənd təsərrüfatı məhsullarının birbaşa özü əhalinin əsas ehtiyac duyduğu məhsullardandır. Bu səbəbdən demək Azərbaycanın bütün iqtisadi rayonlarında kənd təsərrüfatı müəyyən dərəcədə inkişaf etdirilir. Təbii ki, indi hamısı ixtisaslaşmış sahə deyil və hər bir rayon özünə məxsus əsasən inkişaf etdirilən kənd təsərrüfatı sahəsinə demək malikdir. Amma dediyimiz kimi e, hər bir yerdə eyni dərəcədə inkişaf mövcud deyil. Hər bir rayonunda bəzən elə məhsul növləri var ki, məsələn, yalnız bir rayonda əsasən inkişaf etdirilir. Elə məhsul növləri var ki, bir neçə rayonda əsasən inkişaf etdirilir. Bizlərdən kənd təsərrüfatı məhsullarına daha çox tələb olunan iqtisadi rayon Bakıdır. Nəyə görə? Çünki Bakı əhalisi həddindən artıq çoxdur. Azərbaycan əhalisinin 23%, ümumi şəhər əhalisinin 40%-dən çoxu Bakıda yaşayır. Bu səbəbdən burada qida ehtiyaclarına tələbat daha böyükdür, qida ehtiyaclarına. Ki, kənd təsərrüfatında əsasən heyvandarlıq daha çox südlü, yətli istiqamətlidir. Burada süd məhsullarına tələbat həddindən artıq böyükdür. Eyni zamanda ətə olan tələbatı qısa müddəti ödəmək məqsədi ilə quşçuluq inkişaf etdirilir. Bundan əlavə quşçuluq həm də yumurtaya olan tələbat ödəyir. Demişdik, quşçuluğun üstün cəhəti odur ki, həm digər heyvandarlıq məhsullarına nisbətdə ət tədarükünə daha tez daxil olur. Çünki daha qısa müddətə əsasən demək, ət kimi istifadə imkanına malikdir. Məsələn, bir heyvan balasının böyüməsi və doğulma prosesi, böyümə prosesi həddindən artıq gec baş gəlir. Təxminən 2 il müddət davam edir. Ancaq quşçuluq təsərrüfatında məsələn 40 günə artıq demək olar ki, yəni quşu qida kimi istifadə etmək olur. Təbii ki, bir müddətdə onun belə deyək, yaranma tarixinə gedir, söz yox. Amma həm də dedik yumurtaya olan tələbatıdır. Bundan başqa başı bilirsiniz ki, isti və quraq ərazidə yarım səhra quru çöl iqliminə malikdir. Qışın mülayim keçən yarım səhra quru çöl. Burada nisbətən az su ehtiyaclarına tələbat olan bostançılıq inkişaf etdirilir. Burada məsələn zirə pomidoru yəqin ki eşitmisiniz. Məşhur demək qida ehtiyatıdır. Sonra üzümçülükdür. Üzüm özü də əsasən o qədər də suvarma tələb etməyən bir demək bağçılıq təsərrüfatıdır. Quru subtropik meyvəçilikdir, hansı ki burada demək həm də bəzən buna cənub meyvəçiliyi də deyirlər. Demək badamdır, püstədir. Əncirdir. Əncir bilirsiniz Aranda da əsasən yetişdirilən məhsullardandır. Zəfərandır. Bilirsiniz Abşeron ərazisinin xüsusilə Abşeron zəfəranı demək özəl bir bitkidir. Zeytun istehsalı əsasən bu ərazidə həyata keçirilir. Demək, əsasən bu ərazidə inkişaf etdirilən məhsullar südlü ətli heyvandarlıq, bostançılıq, demək, quru subtropik meyvəçilik, üzümçülük, Bakı şəhərində yetişdirilən quşçuluq bir də qeyd elədik. Gördüyünüz kimi qoyunçuluq burada inkişaf etdirilməyib, çünki burada yem bazası yoxdur. Qoyun ferma təsərrüfatına uyğunlaşan bir heyvan növü deyil. O səbəbdən daha çox dağlıq ərazilər və ya boş yarım səhralar geniş olan digər iqtisadi rayonlarda əsasən qoyunçuluq inkişaf etdirilir. İndi isə ikinci iqtisadi rayonumuz Abşeron xızı. Demək olar ki, təsərrüfat xüsusiyyətləri oxşardır. Çünki iqlimləri də oxşardır və urbanizasiya səviyyəsi nisbətən yüksəkdir. Yəni Bakıdan sonra ikincidir təbii ki. Burada da elə eyni südlü ətlikdir, yenə də quşçuluqdur. Artıq burada qoyunçuluğu inkişaf etdirmək olar. Çünki burada boş ərazilər var, Qobustan ərazisi, sonra Xızının dağlıq hissəsi, yay otlaqları kimi istifadə olunur, dağ çəmən landşaftı. Ona görə qoyunçuluğu inkişaf etdirmək mümkündür. Yenə tərəvətçilik burada inkişaf eləyib, quru subtropik meyvəçiliyi inkişaf eləyib. Əsasən Bakı ilə demək ortaq cəhətlərə malikdir. Bir dəqiqə mesajlara baxaq görək. Güzel. Azərbaycan coğrafiyasına aid PDF var, bəli, göndərəcəm PDF-i. Ay, işte. Allah. Dərsdən sonra yükləyəcəm bunu, narahat olmayın. Göstərmir. Belə.
Demək, Abşeronda gördüyünüz kimi deməli Bakı ilə əsasən oxşar xüsusiyyətlərə malikdir Abşeron iqtisadi coğrafi rayonu. İndi isə Quba Xaçmaz. Quba Xaçmazın təsərrüfatı müəyyən qədər Abşerondan fərqlidir. Çünki burada daha fərqli bitkiçilik təsərrüfatı inkişaf etdirilir. Xüsusilə ixtisaslaşmış əsas sahəsi, bax bu tərəvətçilikdir. Özü də gec yetişən, buna sonor tərəvətçilik deyirlər. Düzdür, sonor ifadəsi son vaxtlar istifadə olunmur. Mənası gec yetişən deməkdir. Sonra tumlu meyvəçilikdir, hansı ki, alma, armud, belə deyək, onların tumu çox olur da say etibarı ilə bilirsiniz. Bu əsasən iqtisadi coğrafi rayonda əsas ixtisaslaşmış sahədir. Burada gec yetişən tərəvəçiliyin inkişafının səbəbi ondan ibarət ki, bu ərazilər demək bilirsiniz ki, Azərbaycanda daha gec işıq və istilik alan ərazidir. Çünki Azərbaycanın şimalında yerləşir. Yaz aylarında, yəni qış dönəmindən sonra Azərbaycanın cənub hissəsindən işıq və istiliyin miqdarı artmağa başlayır şimala doğru. Quba Xaçmaz daha şimalda yerləşdiyinə görə işıq və istiliyi nisbətən daha azalır bu səbəbdən. Demək belə. Burada da Samur dəvəçi ovalığı yarım səhradır. Yarım səhralarda bildiyiniz kimi qış otlağı kimi istifadə etmək mümkündür. Dağlıq ərazilər isə yan sislə Böyük Qafqazın şimal-şərqi demək əsasən dağ çəmən landşaftına malikdir və dağ çəmən landşaftları isə yay otlağı kimi istifadə olunur. Rayonda bundan başqa gördüyünüz kimi üzümçülükdür, kartofçuluqdur. Hansı ki, Qusar ərazisində yetişdirilir kartof. Demək, südlü ətli maldarlıqdır, quşçuluqdur. Əsasən, demək, burada saxlanılan və yetişdirilən məhsullardır. Bir də dağlıq ərazilər və yarım səhralar olduğuna görə həm dağ çəmənləri yay otlağı, həm də yarım səhralar qış otlağı kimi istifadə olunduğuna görə gördüyünüz kimi Abşeron xızıda olduğu kimi qoyunçuluq inkişaf etdirilir. Yay və qış otlaqlarına malik olduğuna görədir belə. Demək belə, ixtisaslaşdığı sahələrdə qeyd elədiyi əsas Quba Xaçmazı məşhurlaşdıran, demək, gec yetişən tərəvəçilik, bir də nə oldu? Demək, tumlu Tumlu meyvəçilik. meyvə. Bəli, indi gəldik Şəki-Zaqatalaya. Şəki-Zaqatalanda özəl bəzi məhsul növləri mövcuddur. Daha çox bu Qanı Xəydicə ərazisi Azərbaycanda Lənkəran ovalığına bənzəyir. Azərbaycan ikinci rütubətli subtropik ərazisi sayılır. Bu səbəbdən orada da Lənkəranda bitən bəzi bitki məhsulları yetişdirilir. Ancaq fərqliliklər də var. Dediyimiz kimi Lənkərana bənzəsə də Lənkəran yayı quraq keçən mülayim isti iqlimdir və yağıntıların miqdarı daha çox düşür. Qanı Xəydicə isə qışı quraq keçən mülayim isti iqlimdir. Burada bəs heyvandarlıq və bitkiçilik təsərrüfatı necə inkişaf etdirilir? Meyvəçilik əsasən burada da var. Burada hansı meyvələr əsasən yetişdirilirdi? Qərzə. Qərzəkili meyvələr deyəndə hansı meyvələr nəzərdə tutulur? Qozla demişdik, Qoz, yadınızda qıyla. Qoz, fındıq, şabalı kimi əsasən. Sonra taxıl məhsulları Azərbaycanda demək olar ki, hər yerdə əkilən sahə kimi tanınır. Demək, taxıl əsasən iri əraziyə malik olan xüsusilə rayonlarda tütün məhsullarıdır. Şəki-Zaqatala tütünlə xüsusilə tanınır. Bunu yadınızdan çıxarmayın. Sonra Lənkəranda olduğu kimi burada da çay yetişdirilir. Sonra qızılgül gəlsə əsasən bu kosmetik məhsulların istehsalında istifadə olunur. Demək, Zaqatalada bunun özünün emal müəssisəsi mövcuddur. Sonra çəltik yetişdirilir. Azərbaycanın cənubunda olduğu kimi, Lənkəran iqtisadi rayonunda olduğu kimi, burada da Lənkəran Astrada olduğu kimi çəltik yetişdirilir. Düyüdür də, bilirsiniz çəltik. Belə, yenə eyni heyvandarlıq sahəsi, əsasən burada artıq ətli istiqamətli heyvandarlıq təsərrüfatı inkişaf etdirilib. Təbii ki, bir də ipək qurdu saxlanılır. Bilirsiniz ki, barama istehsalında istifadə olunur. Hansı şəhərimizdə əsasən ipək kombinatının yerləşdiyi ərazi? Şəki. Bəli, bəli. Ona uyğun olaraq, yəni bu kənd təsərrüfatı məhsullarına uyğun olaraq rayonlarda təbii ki, onların istehsalını təmin edən müəssisələr mövcuddur. Məsələn, Qəbələdə konserv məhsulları istehsal olunur. Təbii ki, burada demək ət var, ondan sonra meyvə var. Bu kimi məhsullar əsasən konservləşdirilmiş məhsulların istehsalında istifadə olunur deyə. Sonra dedik, Zaqatalada qızılgül yağı istehsal edən müəssisə mövcuddur. Sonra fındıq təmizləmə yenə Zaqatalada həmin kənd təsərrüfatına əsaslanır. İpək isə Şəki kombinatındadır. Gördüyünüz kimi, təbii ki, bunların inkişafının əsas səbəbi məhz burada kənd təsərrüfatı məhsullarıdır. Burada da yay və qış otlaqları var. Əsasən Kür Arazla qovuşduğu hissədə yarım səhra quru çöl iqlim tipi var. Amma əsas hissəsi düşür mülayim isti, soyuq və dağ tundra iqliminə. Demək, Şəkidir, məsələn, Qəbələdir və Qax əsasən onların cənub hissəsi gəlib Aznahur ərazisi ilə həmsərhəd olur və yarım səhra quru çöl iqlim tipinə malik olur. Nəticə etibarilə
Yay otlaqları, daha doğrusu yarımsərralar qış otlaqları, dağlıq ərazilərdə isə nə otlaq olur? Yay otlaqları. Bəli. Dağlarda qışda şaxta olduğu üçün ot örtüyü məhv olur. Subalpal çəmənlikləri əsasən ilin isti dövründə inkişaf edir. Dağlar yay otlağıdır, düzənliklər əsasən qış otlağı kimi istifadə olunur. Kənd təsərrüfatı üçün əlverişli imkanlara malikdir. Çünki rütubətlənmə əmsalı bəzi düzənliklərdə yaxşıdır, yaxşı təmin olunub. Onlardan da biri Qanı Xəyirsaydı, Lənkəran ovalı Qanı Xəyirsaydı, Qusar mailidir. Demək, bunlar mülayim istidir, yarım səhra landşaftına malik deyirlər. Ona görə təbii şərait daha əlverişlidir və torpaqlar daha münbitdir. Çəmən meşə, alluvial çəmən meşə torpaqları yayılıb bu Qanı Xəyirsay ərazisində. Sonra Respublikamızın digər Böyük Qafqazın iqtisadi coğrafi rayonlarından sonuncusu Dağlıq Şirvan, hansı ki Böyük Qafqazın cənub yamacına əhatədir. Burada münbit torpaqlar var. Bildiyiniz kimi qara torpaqlarda yayılıb Şamaxı İsmayıllı ərazisində. Demək, torpağı münbit, iqlim şəraiti əlverişlidir. Mülayim isti iqlim qurşağı geniş ərazinə əhatədir. Təbii ki, hündürlüyə qalxdıqca soyuq iqlim tipindən əvəz olunur, mülayim isti. Amma ümumilikdə kənd təsərrüfatının inkişafı üçün əlverişli imkanlara sahibdir. Dəmiyə şəraiti, məsələn, kənd təsərrüfatında dəmiyə əkinçiliyinin inkişafına müsbət təsir göstərir. Rayonda yadınızdadsa keçən dəfə demişdik, şərab istehsal olunur. Təbii ki, bunun səbəbi nə idi? Üzümün Karbon, olması. bəli, üzümçülüyün olmasıdır. Taxıl yenə də əlverişli torpaq örtüyünə malik olduğuna görə demək taxılçılıq inkişaf etdirilir. Burada Baskalda baramaçılıq, ipək istehsalı həyata keçirilirdi. Xatırlayırsınızsa, yadınızdadırsa, düzdür. Sonra arıçılıqdır. Dağlıq ərazilərdə, meşə landşaftının olduğu bölgələrdə inkişaf etdirilir. Dağ çəmənlərinin olduğu ərazilərdə. Yenə də maldarlıq və qoyunçuluq əsasən məhz bu ərazidə inkişaf etdirilən əsas sahələrdən hesab olunur, kənd təsərrüfatı sahələrindən. Özdə əhalinin çox hissəsi kənddə yaşayır. Azərbaycanda bir neçə iqtisadi rayon var ki, orada urbanizasiya səviyyəsi çox aşağıdır və əhalinin əsas hissəsi kənd təsərrüfatında çalışır. Bunlardan biri elə məhz Dağlıq Şirvandır, digəri Şəki-Zəqətalıdır, Lənkəran Astaradır, Kəlbəcər Laçın köhnə adı ilə dilimin əzbərdir. Şərqi Zəngəzurdur. Bunlarda urbanizasiya səviyyəsi aşağıdır. Demək, Şərqi Zəngəzurdur, Dağlıq Şirvandır. Şəki-Zəqətalıdır, Lənkəran Astaradır. Bunlarda urbanizasiya səviyyəsi aşağıdır. Ən əsas məşğuliyyət demək olar ki, kənd təsərrüfatında çalışanların payı yəni daha üstündür. Sonra keçək digər iqtisadi rayonlara. Digər iqtisadi rayonlar Kiçik Qafqaz ərazisində yerləşənlər, Kiçik Qafqazın şimal-şərqində yerləşənlər hansılardır? Təbii ki, biri Gəncə-Daşkəsən iqtisadi rayonudur. Burada bilirsiniz ki, düzən ərazilərdə, Kür çayı sahilində yerləşən rayonlarda məsələn, deyək ki, Goranboy əsasən quraq iqlimə malik olan ərazidir. Yarım səhra landşaftına malikdir. Suvarma əkinçiliyi inkişaf edib. Amma onun dağlıq hissəsi, cənub hissəsi, məsələn, Murova söykənən hissəsi əsasən dəmiyə şəraitindədir. Yəni, burada həm dəmiyə, həm də suvarma əkinçiliyi inkişaf etdirilir. Eyni zamanda Kür çayı sahilində yerləşən rayonlar, məsələn, deyək ki, Samux misal üçün, burada əsasən qış otlaqları inkişaf edib. Ancaq demək, dağlıq hissələrində isə yay otlaqları əsasən inkişaf edir. O səbəbdən burada heyvandarlığı inkişaf etdirmək, xüsusilə qoyunçuluğu inkişaf etdirmək üçün əlverişli imkanlar var. Demək, kənd təsərrüfatı sahələrində. Eyni zamanda burada bilirsiniz, münbit torpaqlar var. Həm qəhvəyi, həm qonur. Müəyyən qədər demək, bu torpaqların, şabaldı torpaqlar, həmçinin dağətə ərazidə şabaldı torpaqların olması təsərrüfatın inkişafına müsbət təsir göstərir. Burada bilirsiniz ki, üzümdür, kartof məhsullarının yetişdirilməsidir. Goranboyda pambıqçılığın inkişafına imkan verən təbii şərait mövcuddur. O səbəbdən, yəni burada da məhz bu tip kənd təsərrüfatı məhsullarının istehsalı həyata keçirilir. Həmçinin taxılçılıqdır təbii ki. Bu ərazidə demək kənd təsərrüfatı sahələrinə demək meyl edən sahələr. Sonra bir dəqiqə bunun kənd təsərrüfatı haqqında dəqiq qeydlər verilməyib. Aha. Demək belə. Sonra gəldik Qazax, Tovuz. Bunlar təbii şəraitinə görə bir-birinə oxşardır. Ona görə kənd təsərrüfatı sahələri də bir-birinə oxşardır. Yenə üzümçülük bunda da var. Kartofdur, bilirsiniz, Gədəbəy, Tovuz kartofu Azərbaycanda məşhurdur. Yenə taxıl məhsullarının istehsalıdır, heyvandarlıqdır. Demək, əsasən bu rayonda ixtisaslaşmış sahə hesab olunur. Yəni, həm öz daxili tələbatını ödəyir rayon, həm də Azərbaycan bazarlarına və yaxud xaricə bu rayonlarda istehsal olunan məhsullar ixrac olunur. Kənd təsərrüfatının əsasən inkişaf etdiyi sahələr məhz altından qırmızı xətt çəkdiyim sahələrdir. Yəni, bu bitki növləri gəlsə, məsələn, bunları seçəcəyik. Burada da həm yay otlağı var, həm qış otlağı. Dağlıq hissələr, məsələn,
Gədəbəydə, yay otlaqda deyək, məsələn, Ağstafadır, Tovuzdur, Şəmkirdir. Bir hissəsi yarım səhraya düşür. Əsasən bu yarım səhrada yerləşən hissələri isə demək Gəncə, Qazax və Ceyrançöl arasında düşən hissələr isə əsasən qış otlağı kimi istifadə olunur. Bu ərazidə də həm suvarma, həm də dəmiyə əkinçiliyi inkişaf etdirilə bilir. Sonra demək digər iqtisadi rayon, Azərbaycanın ən böyük iqtisadi rayonudur. Keçən dəfə bu haqda danışmışdıq. Bu iqtisadi rayonda da demək düzən ərazilər Kür çayı sahilində məsələn Bərdədir, Ağcabədidir, yarım səhra xüsusilə iqliminə malikdir, yarım səhra quru çöl. Burada suvarma əkinçiliyi, irriqasiya əkinçiliyidir, pambıqçılığı inkişaf etdirilə bilər. Eyni zamanda burada həmçinin yenə də taxılçılıqdır, həm suvarma həm dəmiyə, çünki Kür çayında Qarabağ düzündə əsasən suvarmadır. Yuxarı Qarabağ kanalından qidalanır bu ərazilərin torpaqları. Demək, dağlıq hissələr isə Qarabağ silsiləsindən düşən hissələrdə isə əslində dəmiyə şəraitində kənd təsərrüfatı məhsulları yetişdirilir. Hal-hazırda yeni başlanılıb təbii ki. O səbəbdən burada hələ o qədər də belə deyək ki, bu geniş miqyaslı inkişafdan danışmaq olmur. Bu həm də yeni çap olunmuş kitabı idi müharibədən. Yəni çox sonra indi hal-hazırda yeni dərslik çıxanda yəqin ki, artıq bir çox təsərrüfat sahələri haqqında orada məlumat öz əksini tapacaq. Hələlik geniş miqyaslı bir məlumat yoxdur. Təbii ki, dediyimiz kimi torpaqlar münbitdir dağlıq ərazilərdə. Bu da iqlim, həmçinin mülayim isti iqlim şəraiti dağətəyi və alçaq dağlıq ərazilərdə yayılıb. Bu da kənd təsərrüfatının inkişafına müsbət təsir göstərir. Dağlıq ərazidə də həmçinin demək yay otlaqları mövcuddur. Yəni həm yay, həm qış otlaqlarının olması heyvandarlığın inkişafına müsbət təsir göstərmiş olur. Sonra digər sonuncu demək Kiçik Qafqaz ərazisində yerləşən Şərqi Zəngəzur. Şərqi Zəngəzur bilirsiniz yüksək ərazidir. Düzdür. Burada Zəngilan və Cəbrayıl rayonlarının ərazisi Araz çay sahillərindən düşür. Burada yarım səhralar yayılıb. Yarım səhra quru çöl iqlim tipi və qış otlaqları inkişaf edib. Dağlıq ərazilər isə xüsusilə Kəlbəcər, Laçın ərazisi isə yay otlaqları ilə tanınır. Bu ərazi heyvandarlığın inkişafına müsbət təsir göstərir. Çünki dediyimiz kimi geniş yem bazasına malikdir. Demək belə. Bitkiçilikdən də demək, rayonda gördüyünüz kimi əsasən Şəki-Zaqatalada olan bir çox təsərrüfat sahəsini burada da inkişaf etdirmək mümkündür. Niyə? Çünki oxşar iqlim şəraitindən müəyyən qədər malikdirlər. Ancaq burada o qədər də geniş deyil də, həm yenidir, yeni mənimsənilir. Bu səbəbdən təsərrüfat sahələri o qədər də yüksək səviyyədə inkişaf eləmir. Üzümçülükdür, tütün orada da var idi, burada da var idi, meyvəçilik orada da var idi, burada da var təbii ki. Taxıl da həmçinin orada da var idi, burada da var, maldarlıq da eyni zamanda. Sadəcə orada qərcəkli meyvəçilik xüsusilə seçilir deyə o özəldir Şəki-Zaqatala ərazisi üçün. Sonra 3 dənə Kür çökəkliyində yerləşən iqtisadi rayonumuz. Onlar hansılardır? Mərkəzi Aran, Şirvan, Salyan, bir də Mil, Muğan. Bunların da təsərrüfatı bir-birinə oxşardır. Nəyə görə? Çünki onların iqlimləri, torpaq örtüyü demək olar ki, oxşardır. Hamısı yarım səhra quru çöl iqlimində yerləşir. Torpaq örtüyü də əslən bozdur. O səbəbdən yəni kənd təsərrüfatı inkişafda suvarma şəraitindədir. Bu səbəbdən həm kənd təsərrüfatı məhsulları demək ki, oxşar təbii şəraitdə inkişaf etdirildiyinə görə bir-birinə oxşardır. Demək belə. Rayonda bəs nə yetişdirilir? Təbii ki, suvarma şəraitində taxılçılıqdır, pambıqçılıqdır. Sonra bostan məhsullarının istehsalıdır. Yəqin ki, zərdab yemişi və ya eşitmisiniz. Tutaq ki, və yaxud Sabirabad qarpızı eşitməmiş olmazsınız. Demək, Kür çökəkliyindəki rayonlarda məhz bu növ məhsullar istehsal olunur. Bir də quru subtropik meyvəçiliyi, hansı ki, məsələn, Aranda demək, Ağdaşda heyvadır, Göyçayda nardır, sonra əncir məhsulları istehsalı, demək, burada yetişdirilən məhsullardır. Belə, yəni bu rayonların kənd təsərrüfatı sahələri dediyimiz kimi bir-birinə oxşar məhsullar istehsalı ilə tanınır. Burada gördüyünüz kimi pambıqdır, quru subtropik meyvəçilik, bostan bitkilərinin yetişdirilməsi, kartofdur. Bir də Mil, Muğandır, sonra Şirvan, Salyanda əsasən həm də şəkər çuğunduru əkilir. Və onun emal zavodu hansı ərazidə yerləşirdi? İmişli. İmişlidə, bəli. Demək, ona görə həmin iqtisadi rayonda da, yəni Mil, Muğan iqtisadi rayonda da, İmişlinin yerləşdiyi iqtisadi rayonda da şəkər çuğunduru yetişdirilməsi demək, müşahidə olunur. Yəni, orada da o təsərrüfat sahəsi ilə məşğul olur insanlar.
Sonra gəldi yenə bu özünə, yəni Milmuğana, İqtisadi rayonda gördüyünüz kimi ət, süd məhsulları, taxıl məhsulları istehsal olunur. Bir də rayonun əsas istehsal olunan məhsullarından biri dediyimiz kimi şəkər çuğundurudur. Kür çökəliyində digər əsas məhsullardan biri pambıqdır. Demək olar ki, hər üç iqtisadi rayonun üçündə də məhz bu məhsul yetişdirilə bilir, belə deyək. Təbii şərait əlverişlidir. Qaldı bizim iki dənə iqtisadi rayonumuz Lənkəran və hara? Lənkəran, Astara və Naxçıvan ərazisi. Lənkəran bilirsiniz ki, zəngin təbiətə malikdir. Bir də onu qeyd edeyim ki, bir əlavə haşiyə çıxım. Burada qeyd eləmədim məsələn. Mil Muğandır. Demək, mərkəzi Arandır, Şirvan Salyandır. Bunlarda qış otlaqlarına rast gəlinsə də nəyə rast gəlinmir? Yay otlaqlarına. Yay otlaqlarına. Çünki bu ərazilərdə dağlıq ərazi mövcud deyil. Ancaq bunlarda qış otlağı inkişaf edə bilər. Sonra irriqasiya əkinçiliyidir, suvarma əkinçiliyi bunlarda və torpaqlar şoranlaşdığı üçün kollektor drenaj şəbəkəsindən istifadə Yəni Mil olunur. Muğanla hansı? Bəli, Mərkəzi Aran, Mil Muğan, bir də Şirvan Salyan. Üçü də Kür çökəkliyinə aiddir. Hə. Onlar əvvəl üçü də bir yerdə verilirdi. Aran iqtisadi rayonu. Sonradan onlar üç hissəyə bölünür. Mərkəzi Aran, Mil Muğan, bir də Şirvan Salyan. Təbiətləri bir-birinə oxşardı, o torpaq tipləri oxşardı. Kənd təsərrüfatı istehsal məhsulları bir-birinə müəyyən dərəcədə oxşardı. Düzdür, az miqdarda bəzi bitki növlərində fərq var, amma demək olar ki, oxşar xüsusiyyətlərə maliklər. Sonra gəldik Lənkərana. Lənkəran bildiyiniz kimi Azərbaycanın ən çox kənd təsərrüfatı məhsul istehsal edən ərazilərindən biridir və əhalinin çox hissəsi bu sahədə çalışır. Bir də burada elə məhsul növləri var ki, Azərbaycanın hər yerində o məhsulu yetişdirmək mümkün deyil. Təbii ki, onlardan biri çaydır. Digər məhsul növü sitrus meyvələrdir. Xüsusilə yəni bu ərazi üçün səciyyəvi olan sitrus meyvələr ancaq bu ərazi üçündür. Başqa heç bir yerdə də bu məhsul yetişdirilmir. Sonra çayçılıq idi, yazıdasa Zaqatalada da mövcud idi, Şəki Zaqatalada. Çəltikçilik idi, orada da inkişaf etdirilmişdi. Sonra balıqçılıq var. Balıqçılıq Azərbaycanda Şirvan Salyanı Neftçala rayonunda Bankə qəsəbəsi var. Yazıdasa Hacı Zeynalabdin Tağıyevin dövründən bu bölgələrdə Salyan, Neftçala rayonları ərazisində nə yetişdirilirdi? Balıq yetişdirilirdi, düzdür? Həmçinin Lənkəran, Astara, bir də Quba Xaçmaz ərazisində Xudatda da belə məhsul növləri yetişdirilir. Demək, sitrus meyvələri dedik, çay, çəltik, balıqçılıq, kənd təsərrüfatı məhsullarında ixtisaslaşmış sahədir. Nə deməkdir? Yəni bu rayon bu məhsul növləri üzrə öz daxili tələbatını tam şəkildə ödəyir. Aydındır? Yəni tam ödəyir və artıq qalan hissəsi Azərbaycan bazarlarına və yaxud xarici bazarlara ixrac olunur. Belə deyək. Sonra İndi isə Naxçıvan. Naxçıvan da Azərbaycanda aqroiqlim ehtiyatı ilə yaxşı təmin olunub. Bilirsiniz ki, kifayət qədər günəş işığı və istiliyinə malikdir. O səbəbdən Naxçıvanda da kənd təsərrüfatını inkişaf etdirmək üçün əlverişli imkanlar var. Burada həm düzənlik ərazilərdə yarım səhralar, həm dağlıq ərazilərdə dağ çəmənlərinin olması heyvandarlığın da inkişafına müsbət təsir göstərir təbii ki. Demək, bu ərazidə kənd təsərrüfatı məhsulları içərisində əsasən hansı məhsullar yetişdirilir? Bunun özünə məxsus özəlliklərindən biri hansı meyvəçilikdir? Çəyirdəkli meyvəçilik. Əsasən Ordubadda bağçılıq yaxşı inkişaf edib. Çəyirdəkli meyvəçilik deyəndə hansı meyvəçilik nəzərdə tutulur? Əsasən hansı meyvələrə biz çəyirdəkli meyvələr deyirik? Şaftalı ərik. Düzdür. İri dənəsi olan, o bəzən nüvəyə deyirlər. Məsələn, yerin çəkirdəyi, mərkəzində yerləşən hissə daha iri olan hissəyə deyirlər çəyirdəkli meyvəçilik. Dənəsi iri olan meyvələr çəyirdəkli meyvələr deyirlər. Demək, bir də hardaydı mənim bu? Necə? Çəyirdəkli meyvəçilik bir də hardaydı? Elə Naxçıvandan başqa heç yerdə Azərbaycanda əsasən buradadır. Çəyirdəkli meyvəçilik əsas hissəsi Ordubadda dedim. Bəlkə onu deyirsən? Bildim onu. Ordubadda bağçılıq yaxşı inkişaf edir. Bu da Naxçıvan ərazisidir. Yəni o fərqlilik deyil. Demək, Mən qərzəkli meyvəçiliyini qarışdırdım. Qərzəkli o hardadır? Şəki Zaqatala. Q hərfi ilə qoz ordadır. Bu isə dedik ərik şaftalı dənəsi iridir. Türklərdə var, nüvəyə çəkirdək deyirlər. Biz yerin çəkirdəyi. O bizdə də elə şaftalı məsələn yerin daxili quruluşuna bənzərdir. Deyək ki, məsələn qabıq nazikdir, sonra sulu hissə gəlir mantiya, sonra bərk hissə gəlir nə? Nüvə, düzdür? Nüvə axı
İsti əlin talında olsa da axıcılıq qabiliyyətinə malik deyil, yüksək təzyiqə görə. Demək, burada çəyirdəkli meyvəçilikdir. Sonra üzümçülük təbii ki, burada da inkişaf etdirilib. Demək, taxılçılıq Azərbaycanın əksər iqtisad rayonlarında olduğu kimi buradadır. Baramaçılıqdır, qeyd eləmişdik. Culfa Ordubad ipəyi tarixən Azərbaycanda məşhur olub. Keçən dəfə səhv eləmirəmsə xatırladıq. Sonra ətlik, südlük, heyvandarlıq təsərrüfatı inkişaf etdirilir. Demək, burada. Belə, əsas yəni kənd təsərrüfatı sahələri bunlardır Azərbaycan üzrə. Sadəcə olaraq, yəni yadınızda saxlamalısınız ki, dağlıq ərazi varsa, düzənlik ərazisi varsa, deməli yay və qış otlaqları var. Və yaxud məsələn iqlimi quraqdırsa, deməli torpaq örtüyü demək qeyri-münbitdir. Və yaxud yəni Azərbaycan iqlim tiplərinə uyğun suallar düşəcək sizə. Digər məsələlərdə ixtisaslaşdığı sahələrdə məsələn hansı iqtisadi rayonda hansı meyvəçilikdir, məsələn hansı bağçılıq təsərrüfatı yaxşı inkişaf edib, pambıqçılığın əsasən yayıldığı ərazilərdir. Məsələn, çayçılıq deyək ki, Şəki-Zaqatala, Lənkəran, tütün, məsələn, Şəki-Zaqataladır, gördüyünüz kimi Naxçıvan ərazisidir, Şərqi Zəngəzurdur, məsələn, tütünçülük əsasən inkişaf etdirilən ərazilər. Demək, bunlardan gələn dərs əsasən siz qeydlər eləyəsiniz, hansı ki, Azərbaycan Respublikasının İqtisadi Coğrafi rayonlarının kənd təsərrüfatı, bir də Azərbaycanın özünün kənd təsərrüfatı. Demək olar ki, suallar bir-birinə oxşar olur. Yəni həm Azərbaycan Respublikasının kənd təsərrüfatını, həm də iqtisadi rayonların kənd təsərrüfatını yaza bilərsiniz. İndi istəyirsiniz birinci dəfə kənd təsərrüfatını yazın, sonra məsələn fasilə verib, məsələn sabahı iqtisadi rayonların kənd təsərrüfatını yazın. Nə edirsiniz eləyin? Yəni bundan sonra da bu mövzuların izahına ehtiyac yoxdur. Yəni Azərbaycanın kənd təsərrüfatı elə iqtisadi rayonların kənd təsərrüfatıdır. Burada suvarma kanallarından düşəcək, onu daxili sulardan keçmişdik. İstəyirsiniz bir də sorğu suallıya görək yadda qalınmı, yoxsa yox. Demək, yuxarı Şirvan kanalı hardan başlayırdı, xatırlayırsınızsa? Mingəçevir su anbarından. Mingəçevir su anbarından əsasən. Yuxarı Qarabağda, yuxarı Şirvan. Bəli, Girdimançayın dərəsinə qədər uzanırdı. Və həmin kanal Azərbaycanda ən çox ərazi suvarırdı və Azərbaycanın ən böyük düzənliyini suvarırdı. Hansı düzənliyi suvarırdı? Şirvan düzənliyini. Bəs bu Mingəçevirdən başlayır. Mingəçevirdən başlayan su anbarından başlayıb demək su qovşağında Bəhrəmtəpədə bitən Yuxarı Qarabağ. hansı düzənlikləri suvarırdı? Millə Qarabağ. Düzdür. Sonra Bəhrəmtəpədən iki kanal başlayırdı. Əzbəyovla Başmuğan. Bəli, bu oldu Qarabağ, bu oldu Şirvan. Demək, Əzbəyovla Başmuğan idi, düzdür? Bəli. Muğan. Əzbəyovda Cənub rayonlarının suvarılmasında istifadə olunur. Bəs Araz çayı üzərində Mil Muğan su anbarı. Mil Muğan su anbarından Başmil baş. Sağ ol. Demək, hansı oldu? Başmil kanalı, o da əsasən Mil və Qarabağ düzlərinin suvarılmasında istifadə olunur. Bir dənə də məşhur kanalımız Samur çayından çəkilib. Samur-Abşeron kanalı. O da Azərbaycanın nə idi? Uzun, bəli, su kanalı idi. Xəzər dənizinə qədər uzanır. O hansı su anbarının su ilə təhdiz edir? Ceyranbatan su anbarını. Azərbaycanda su kanallarının yaratdığı problem nə ilə əlaqədardır? Yəni su kanallarının betonlaşdırılmaması nə kimi problemlərin yaranmasına səbəb olur? Şoranlaşma artırırdı. Bəli, çünki torpaq üzərindən axıdılan suyun bir hissəsi yerə tökür və yeraltı duzlu suların səviyyəsini qaldırır. Bu da şoranlaşmaya gətirir. Demək, şoranlaşmanın qarşısını almaq üçün hansı hidrotexniki qurğudan istifadə olunur? Kollektor drenajdan. Kollektorlar yerə bastırılmış borulardır. Drenaj isə quru dərədir. Kollektor drenajlar demək, borular suyu hara doğru yönləndirir? Quru dərəyə, kollektora doğru və kollektora dolan sular ərazidən axıb gedir. Kanalizasiya sistemi kimidir. Elə bir kənarlarda olan suları borular gətirir əsas mərkəzi hissəyə və onun vasitəsilə ərazidən uzaqlaşdırılır. Demək, əgər şoranlaşma baş verərsə, onun qarşısını almaq üçün hansı tədbiri görmək lazımdır? Meliorasiya yoxsa rekultivasiya? Meliorasiya tədbirləri, fitomeliorativ tədbirlər sürüşmənin qarşısını almaq məqsədilə yaradılır. Dağlarda kol əkirlər, əsasən o suxurların sürüşməsinin qarşısını alır. Meliorasiya tədbiri torpağın məhsuldarlığının artırılmasına əsasən yönəlmiş tədbirlər sistemidir. Nümunə olaraq hansıları misal verə bilərik?
Nə deyə bilərik? Məsələn, bir deyək ki, məsələn, Kür çökəkliyi Azərbaycanda şoranlaşmış ərazilərdən biri. Kür çökəkliyi də Abşerondur, Naxçıvan ərazisidir. Nə edə bilərik ki, torpaq yenidən canlansın, yenidən bərpa olunsun? Gübrə. Bəli. Necə gübrə? Mineral gübrə yoxsa üzvü gübrə? Mineral. Mineral gübrə torpağı məhv edir. Çünki o kimyəvi Üzvü. maddədir. Üzvü gübrə bitki və heyvan çürüntüləridir və yaxud heyvan peyini veririk. Onun torpağa heç bir zərəri yoxdur. Üzvü Bildim yox, mən. mineral gübrə verməli. Mən də qaçdım. Mineral gübrə yox, üzvü gübrə vermək lazımdır. Düzdür? Mən suvarmanın özü də tədbir deyil, Bəli, bəli. Suvarma sistemlərini nə etmək lazımdır? təkmilləşdirmə. Təkmilləşdirmək. Hansı üsula keçmək daha məqsədə uyğundur? Damcı üsuluna əsasən. O yağış formasında suvarma sistemləri var, müasir texniki avadanlıqlar. Onlar daha məqsədə uyğun hesab olunur digərinə nisbətdə. Kanal sistemi həddindən artıq əraziyə suyun axıdılmasına səbəb olur. Bu da torpaqların yararsız vəziyyətə düşməsinə və yeraltı suların səviyyəsinin qalxmasına gətirib çıxarır. Sonra demək, torpağın dincə qoyulması, yəni nə deməkdir? Bir müddət əkilməməsi bəzən torpağa fayda verə bilər. Niyə görə? Çünki torpaq istirahət edir və öz gücünü bərpa edir zamanla. Məsələn, torpaqda olan bitkilər, bir illik bitkilər bitir, sonra torpağa yanaraq qarışır və torpağın məhsuldarlığını artırır. Həm də torpaq məhsul yetişdirmədiyinə görə öz gücünü itirmir də, humus qatı zəifləmir, azalmır. Torpağın dincə qoyulması, sonra nizamsız otarılma sistemlərinin qarşısının alınmasıdır. Yəni belə deyim, növbəli əkin və otarılma sisteminə keçmək lazımdır. Bu kimi tədbirlər, deməli, torpağın duzdan yuyulması və s. hamısı meliorasiya tədbirlərinə daxildir. Digər məsələ isə rekultivasiya məsələsidir. O Azərbaycanda hansı ərazilərdə daha çox tətbiq olunur? Sənaye sahələrində. Bəli, Abşeron və Daşkəsən ətrafı Daşkəsən. ərazilərdə sənaye tullantıları çoxdur, iri şəhərlər ətrafında. Bu ərazilərdə torpaqların üzərinə atılmış sənaye tullantılarının torpaqdan təmizlənməsi və torpağın yenidən məhsuldarlığının bərpa olunması məhz rekultivasiya tədbiri hesab olunur. Yaxşı, gələn dərsimiz inşallah Azərbaycan Respublikasının kənd təsərrüfatıdır. Yəni oxuyursunuz, testini yazırsınız. Qeydlər də göndərirəm ümumiyyətlə iqtisadi rayonlarla da bağlı, həm də demək kənd təsərrüfatı ilə. Elə iqtisadi rayonların kənd təsərrüfatını göndərsəm, orada bəhs eləyəcək əslində. Azərbaycan Respublikasının kənd təsərrüfatının bir dənə zəhmət olmasa səhifəsini deyim, deyəsən tapmışım, sənayesini daha doğrusu. Yəni, səhifəni deyə bilərsiniz. 204-dədir. 104-də kənd təsərrüfatını tapmışam. 104, 204. 200 mü? Aha, deyim, çatmışam artıq. Sağ olun. Görürsünüz də hal-hazırda testi, düzdür? Bəli, mənim. Yaxşı. Bir dənə görə kimlər var? Fəridə, Ala, Mehri, Nərgiz Əlizadə, Nihat Maliyev, Ayxan Hümbətov, İbrahim, Xəyal Həbibov, Məryəm, Rüfət, Ramiz Zamanlıqov, Həsən Yusufzadə, İlahə Mədətli İlahə, Bədirov İsmail. İsmail, səsin gəlmir İsmail. İşləmişəm həm testləri. Hə, işləmişsən. Demək. Mən də baxan Nuran buradadır. Nuran çox aktiv iştirak edir. Həsən də həmçinin. Qızlar da çox sağ olsunlar. Nəzrin Şahvəliyeva, İbrahim dedik. Nərgiz Əlizadə Şəmsi Babuyev. Fəridə Mehdi. Elə. Bədirov İsmail. Çərnov Sabir Aygün Babayeva. Yaxşı. Buyurun zəhmət olmasa sualları. Sual versəm olar. Əlbəttə. Mingəçevirdə hansı ağır sənaye sahəsi var? Mingəçevirdə elə energetika təsərrüfatı yaxşı inkişaf edib əsasən. Onu ağır götürürəm. Bəli, bəli. Yaxşı, tamam. Sonra 14-də baxa bilərik. 14-cü sual. Kimya sənayesi müəssisələrinin Abşeron yarımadasında yerləşdirilməsinin təsir edən əsas amillər nələrdir uşaqlar? Deyir, hazır məhsulun dəniz nəqliyyat vasitəsilə daşınması, daşınma imkanı və toxuculuğun inkişafı budur. A variantı doğrudur. Xeyr. Xeyr.
Sonra digər hansı onda burada uyğundur əsasən? Niyə məhz burada kimya sənayesi yaxşı inkişaf eləyib? Bakıda B olar. ucuz hidroenerji mənbələri. Bakıda hidroenerji mənbəyi varmı? Hidroenerji Mən su vardım, enerjisi. bura Çay deyil, yoxdur. mən- Bakıda çay yoxdur. Necə? Necə? Eşitmədim. Burada kimya sənayesinin xam malı nədir əsasən? Məsələn, neftdən xeyli miqdarda kimyəvi məhsul istehsal edilməsi mümkündür. Düzdür? Bir Xam də malın burada, olması, bəli, evet. kənd təsərrüfatı məhsullarına tələbatda, kənd təsərrüfatı deyirəm. Kimya sənayesi məhsullarına tələbat böyüdür, düzdür burada? Evet. Həm də xam mal vardı. Azərbaycan əsasən kimya sənaye məhsulları istehsal üçün istifadə olunan xam mal ehtiyatları neft-qaz sənayesi Azərbaycanın şərqindədir. Abşeron, Bakı ərazisi. Həm də bu ümumiyyətlə Azərbaycanın bu hissəsində əhali çoxdur deyə və sənaye sahələrinin kimya sənaye məhsullarına tələbatı böyüdür deyə digər sənaye sahələrinin, məsələn, maşın qarmanı tutaq ki, məsələn, toxuculuq, rəng boyaq maddələri istehsal edir və s. Yəni burada ona görə həmin sənaye məhsullarına tələbat da böyüdür. Qida sənayesində məsələn bu məhsul növünə, kimya sənaye məhsulları növünə tələbatı var. Yəni ümumilikdə digər sənaye sahələri ilə əlaqələnərək yeni məhsul istehsal edir. Ona görə kimya sənaye xam malına məhsullarına tələbat böyüdü. Həm də burada kimya sənayesi inkişaf etdirmək üçün kifayət qədər xam mal ehtiyatı var. Sonra hansı sual? Müəllim, selüloz kağız hardadır Azərbaycanda istehsalı? Azərbaycanda demək olar ki, bu məhsul növü yaxşı inkişaf etməyib. Azərbaycanda kimya sənayesi əsasən Abşeron, Xızı, bir də Bakı ətrafındadır. Amma bu sahə üzrə Azərbaycanda güclü bir inkişaf yoxdur. Yəni kağız məhsullarının istehsalı çox zəifdir, həddindən artıq. Yəni ondan sual gəlmir. Mən heç yəni qeyd olunmur onun barəsində. Elə Bakı, Sumqayıt ətrafı ərazilərdə kiçik müəssisələrdə az miqdarda kağız istehsal olunur. O da ki, testlərdə düşmür. Sonra hansı sual? 26 var məndə bir dənə. 26. Həm ağır, həm də yüngül sənaye müəssisələri olan Azərbaycan şəhərləri. Bəs aldım nə? Gəncə, Sumqayıt, Mingəçevir. Bəli, böyük şəhərləri göstərəcək. Ümumiyyətlə Azərbaycanda harda sənaye sahələri yaxşı inkişaf edib? Bakı, Mingəçevir, Sumqayıt, Gəncə. Sumqayıt. Burada Mən başa Bakını götürüb ki, biraz Bakını digərlərin yanında verib ki, biraz çaşdırıcı olsun. Sonra Yüngül sənaye Şəkidə sahələri ağır mı? hər yerdədir da. Təkcə Necə? ağır götürsək. Deyirəm, yüngül sənaye sahələri çox yerdə inkişaf edir. bəli, Təkcə bəli, demək olar ki, məsələn, pambıq təmizləmə müəssisələri çox yerdə var. Parça istehsalını deyə bilərik. Düzdür, orada hər yerdə deyil. Əsasən yenə Bakıdır, Mingəçevir, Gəncədir. Yəni əsas müəssisələr Azərbaycanda iri şəhərlərdədir. Ona görə iri şəhərlər seçməliyik. Sonra 31. 31-ci sual. Azərbaycanda energetika müəssisələrinin iri şəhərlərdə yerləşdirilməsinin səbəbi nədir? Niyə məsələn daha çox enerji istehsalı Tələbatda müəllim. Tələbat daha çoxdur. tələbat daha çoxdur. Bir də uzaq məsafəyə ötürəndə də onun bir hissəsi, enerjinin bir hissəsi itir deyə harda daha çox istehlak olunursa, orada daha çox emal olunur. Aydındır? Yəni istehsal olunur belə deyək. Enerji istehsalı. Cavab hansı oldu? C. Elektrik enerjisinin tələbatının çox olması. Çünki sənaye müəssisələri də var, əhali də çoxdur deyə burada tələbat böyüdür. Uzaq yerdən gətirəndə də onun müəyyən hissəsi itkiyə edir deyə çalışırlar daha çox belə deyək tələbat olunan ərazilərdə bu sahəni inkişaf etdirsinlər. Sonra hansı sual? 64. 64-cü sual. 64. Azərbaycanda əlvan metallurgiya sənayesinin daha güclü inkişaf etməsinə imkan verən amil. Əlvan metallurgiya sənaye sahələri hansılar? Məsələn, xam malı hansılardır? Bilirsiniz, əlvan metallurgiyanın xam malı əsasən deyək ki, alüminit misal üçün. Düzdür? Bizdə İki yerə bölünür da. ümumiyyətlə, Ağır bəli, oyuncu. digər nikeldir, məsələn, sinkdir, qurğuşundur, kobaltdır, məsələn, bunlardır. Əsasən bizdə alüminit daha çox istehsal olunur. Çünki polimetal ehtiyatları qarışıq metalların olduğu ərazilərdə hələlik emal prosesi demək olar ki, inkişaf etməyib. Mövcuddur təbii ehtiyat, amma istehsalında o qədər də yəni ki, inkişaf yoxdur. Bir də alüminium dediyi əsas tələb olunur maşın qarma sənayesi üçün. Yəni yüngül sənayedə ən aparıcı sahə kimi bunu deyə bilərik. Bəs onun emalı prosesində xam malla yanaşı, yəni alüminium xam malı ilə yanaşı, alüminit ilə yanaşı başqa nəyə ehtiyac var? Onun istehsal prosesində daha çox Enerji.
Nə? Elektrik enerjisini. Bəli, Elektrik elektrik enerjisi. enerjisinə tələbat böyüdür. O da Azərbaycanda bu sahə yaxşı inkişaf etdiyinə görə, yəni yanacaq energetika bazası yaxşı formalaşdığına görə, yanacaq ehtiyatları yaxşı təmin olunduğuna görə demək enerji istehsal olunur, yəni enerji sahəsi üzrə ixtisaslaşmışdır. Bu səbəbdən həm demək xam malın olması, həm enerji sahələrinin yaxşı inkişafı bu sahənin inkişafına müəyyən qədər müsbət təsir göstərir. O zaman cavabımız hansı olacaq? Azərbaycanda, bəli, təbii Yox, ehtiyatlar var, düzdür? Demək və enerji istehsalı kifayət qədər olmaz. 3 heç olmazdı. Dəmir əlvan metal deyil axı ona görə. Dəmir qara metaldır. Və bizdə daş kömürü ehtiyatlarının çox olması, ümumiyyətlə bizdə daş kömürü ehtiyatı yoxdur. Aydındır? Bəli. Aha. Onu demək istəyirsən də Sadəcə olmaz. neft qaz olsaydı onu da götürə bilərdik. Neft qaz ehtiyatlarının yaxşı təmin olması bu enerji alınmasına imkan verdiyi üçün götürmək olardı, bəli. Müəllim, Buyur. qənnadı istehlakçı əməl eləyir. Qənnadı, bəli. İndi sən şirniyyatı aparıb, məsələn, ümumiyyətlə, bilirsən də qənnadı un məmulatıdır, düzdür? Bəli. Bax, burada un əsasən kənd rayonlarına, daha çox belə deyək, taxılçılıq təsərrüfat sahələrinin inkişaf etdiyi ərazilərə meyl edir un məhsulu. Amma ondan istehsal olunan çörək bişirmə və şirniyyat, hansı ki qənnadı məhsulları, onlar daha çox istehlakçıya meyl edir. Çünki unu məsələn biz kənddə dəyirman inşa edib, məsələn kənd rayonlarında unu emal edə bilərik. Taxılı məsələn Bakıya daşımamışdan öncə elə hazır unu daşıya bilərik. Çünki o bir gün ərzində, 2 gün ərzində xarab olan bir məhsul deyil. Amma çörəyi biz 2 gün, 3 gündən sonra Bakıya gətirib satsaq, təbii ki, onu heç kim almaz. Və yaxud şirniyyatı 3-4 gün saxlaya bilərik. Təbii ki, həm xarab olar, həm zəhərlənmə, qida zəhərlənməsi, həm də dediyimiz kimi şirniyyatlar görünüşü pozulur. Ümumiyyətlə, bir çox yəni mümkün deyil də, yəni onu kənar rayonlar, kənd rayonlarında demək hazırlamaq. Çünki kənd rayonlarında o məhsula o qədər tələbat yoxdur. Kənddə o qədər insan yaşamır ki, istehsal olunan məhsulu istehlak eləsin. Ona görə şirniyyat məhsullarıdır, yəni qənnadı məhsulları, çörək bişirmədir. Bunlar tez xarab olduğu üçün istehlak rayonlarına, yəni şəhərlərə meyl edən təsərrüfat sahəsidir. Sonra Bildim mən, sağ olun. sən də sağ ol. Buyurun. 104 var mı? 104. 104-ə qədər sual varmı? Mesaj yazılar. Bir dəqiqə. Müəllim 81-ə baxarıq. Bir dəqiqə məncə. Sınağa baxacağıq, bəli. Bəli, baxacağıq. Demək, neçənci sual? 80. 80. Müəllim, bir də Buyur. sizdə bütün illərin qəbulları var PDF şəklində. Bütün illərin Qrupa atılıb. hamısını sırayla atmışam əslində. İndi 100% baxmamışam ki, hamısı %100 var. Amma hələlik yaxın illəri atıram. İndi bir neçə il əvvəlkilər qalıb. Əvvəlkiləri də işləyəcəyik. İndi təzələrin hamısını yekunlaşdıraq. Birdən vaxt çatmaz deyə yekunlaşdıra bilmərik. Məsələn, əksəriyyətini işləmişik. 2023-dür, 2022-dir, 2021. İndi bəziləri də qalıb hələ göndərməmişim. İndi onları da göndərəcəm, aydındır? Aynen. Aha. Bir də bəziləri var ki, situasiyalı olanlar hamısı 2019-dan sonradır. İlləri, bəzilərinin ili onu mən götürəndə yadımdan çıxıb hansı ilin olduğunu qeyd eləməmişəm. İndi yadımdan çıxıb ki, hansı ilin idi, aydındır? Yəni şəklini çəkib götürmüşəm ya deyək ki, PDF hissəsin. Beləsi var ki, məsələn onu tam xatırlamıram ki, hansı il idi. Düzü keçənləri məndə telefonda bir problem oldu. Sınaq qrupum var idi. Nə material yığmışdım, hamısı silindi. WhatsApp silinmişdi. Sonra güclə bəla ilə dost tanışa atmışdım. Onlardan xahiş elədim təzədən geri qaytarsınlar bəzilərini. İndi bilmirəm. Hamısı, yəni orada qeyd eləmişdim. O qeydlərim də gedib. Amma dediyim kimi çoxunu demək olar ki, göndərmişəm. 2024 qalıb bizdə işləməmişik. Yəni əyani sizə göndərmişəm səhv eləmirəmsə. Yoxsa yox, 2024-ün bütün, yəni ki, birinci, ikinci və üçüncü qruplar, birinci hissəsi, ikinci hissəsi, bir də üçüncü qrup. İşləməmişik ki, onu düzdür? Deyil mən. Və başqaları da qalıb, Mənim yenilərdən deyirəm. 2020-dən əvvəlləri atdım.
2020-dən əvvəllər zaten məndə var. Özüm hələlik atmamışam. Dedim bu yeniləri yekunlaşdıraq. Demək məndə hal-hazırda deyim də sizə. Göndərmədiklərimdən DİM qəbul 2021 qalır. Sonra 2021 dedik. Sonra. 21-i işləmişdik elə. 21-i işləmişik. Səhv eləmirəmsə bu biri var, onu işləməmişik. Bəli, 21-də Həmidə qəbul idi deyəsən. 2021 onu işləmişik. Bəli. Aha, sonra bir dənə göndərmişəm bu gün sizə yenə. Demək, DİM qəbul 3-cü qrupların olmalıdır. Onu işləməmişik 100%. Ya göndərmişəm, ya da indi göndərərəm birazdan. Demək belə. Sonra OTK sınaqlarından qalıb. Sonra DİM sınaq 2024-cü il 18 fevralda keçirilən işləmişik. Göndərərəm, baxarıq da. Yəni işləmədiklərimizi artıq seçib içindən götürərik. Yaxşı. Hansını işləmişiksə suday təkrar işləməyə ehtiyac yoxdur. OTK sınaqlarından da var. Onlardan da göndərərəm. Bir də 2018-də, 2017-də, 2016 bu əvvəlki illərin qəbullarında onlar da işləyərik. Belə, çoxunu işləmişik, düzdür. Yəni, yaxın illərdə qalıb 2024-2025-ə baxmamışıq. Bir də arada bəzi illər var, onları qeyd eləməmişik. Onları da göndərəcəm. Deyim olar ki, hamısı var. Ola bilər, bəlkə içində indi bir dənə, bəlkə iki dənə hansısa yaddan çıxıb unudulub. Onu ola bilər, dediyim kimi işləməyək. Əksəriyyətin, yəni həm göndərmişəm, həm də qalan hissəsində göndərəcəm. Deyin gəlsin, hansı sual idi? 81 idi. Aha, 81-ci sual. Azərbaycanda neft hasilatının artması hansı sahələrin birbaşa inkişafına səbəb ola bilər? Hansı sahələrin inkişafına? Əsas neftlə bağlı sahələr hansılardır? A variantı. A variantı. Neft kimya, neft yanacaq energetika bazası. 91. 91-ci sual. Burada bayaq bu suala görə soruşurdunuz. Selüloz kağız istehsalı yoxsa? Bəli, müəllim, ona O görə. Yəni, neftdən alınmır ki, o ağacdan alınır. Ağac tozu və suyun qarışması və kimyəvi maddələrin qarışması ilə birlikdə selüloz düzəldilir. Elə bil ki, un, su, o acıtma tozunu qarışdırmısan bir-birinə, selüloz düzəltmisən, xəmir də elə bil ki. Çörək nətər bişirirsən? Un, su, bir də kimyəvi maddə qatırsan da, düzdür? Olur xəmir. Bax, selüloz odur. Sonra onu yüksək temperaturda qızdıranda enerji ehtiyatlarına ehtiyac olur onda. Yüksək temperaturda qızdıraraq ondan nə istehsal olunur? Kağız istehsal olunur. Aydındır. Özdə çeşidli sənaye sahəsi. müəllim, bəs kalium gübrəsi onun yanına sual qoymuşam. Aha, kalium gübrəsi, yəni bu təbii məhsuldur. Sadəcə mineraldır da, mineral gübrədir. Üzvi deyil. Aydındır. Maşınqayırma da metallurgiya və energetikaya meyl edən bir sahədir. Bir də ixtisaslı kadrlara meylidir. Xüsusilə dəqiq maşınqayırma sahəsi. Üzvi neftdən alınan maddələr əsasən üzvi maddələrdir. Aydındır. Çünki neft özü üzvi maddədir. Əsasən belə olur. Bitki və heyvan qalıqları da demək olar. Aydındır. Düzdür. Orada mineral gübrə də alınır. Məsələn, azot qazdan azot alınır. Söz yox. Yəni əsas neftdən duzlar və s. alınmır, belə deyək. Sonra hansı sual? Müəllim, bəs çuğun 91. Çuğun poladın əvvəlki elə bil ki mərhələsidir. Metal, qara metal, dəmir çıxarılır, saflaşdırıldıqdan sonra əridilir, ondan çuğun alınır. Sonra onun tərkibinə nikel, kobalt kimi digər maddələr də qarışdırılır bəzən. Sonra daha möhkəm bir metal alınır ki, ona polad deyirik. bizdə bəs o sahə ixtisaslaşıb? Bizdə metallurgiya sənaye sahəsi müəyyən qədər yəni inkişaf edib Daşkəsən ətrafı ərazi, Gəncə Daşkəsən iqtisad rayonunda, bir də Bakı ətrafı ərazilərdə. Çuğun istehsalı, yəni çuğun sadəcə poladın ilkin mərhələsində birinci çuğun istehsal olunur, sonra polad istehsal. Çuğundan polad əldə olunur. Aydındır, polad əldə etmək üçün birinci çuğun istehsal etmək lazımdır. Sonra onun tərkibinə müəyyən metallar qarışdırılaraq polada çevrilir. 80 neçə? 91. 91-ci sual. Demək, uyğunluğu müəyyənləşdirin. Hansı rayonlardır bunlar? Bir Neftçalan, Bir Neftçaladır. Neftçala, İki Gədəbəy, Gədəbəydir. Gədəbəydir.
Gərək Neftçala rayonları yolu əzbər biləsiniz. bulmuşlar bilirəm. Necə? Necə? 3 aradı bəs? Neftçalıya müəllim yolu burulmuşlar. Bəli. 4 aradı? 3 sab. Tamam. Şamaxı. Şamaxı. Yod brom 111 quyu Hı. keçən dəfə demişdik hardaydı? Neftçala. Neftçalada. Neftçala. Demək yod brom getdi Neftçalaya. Neftçala. 1-ə B. Sonra dağ mədən sənayesi Gədəbəyə gedəcək. Bilirsiniz orada hansı filiz Hı. ehtiyatlar var? Tamam. Mis. Mislə Mis. qızıl. Mis. Mis yatağı Hı. Qaradağda, qızıl isə Qoşa yatağı. Qoşa. Deməli o zaman dağ mədən sənayesi A gedəcək 2-yə. Müalicəvi neft ehtiyatı hardaydı? Naftalanda. Goranboy. Bax burada bir dairə var, kiçik dairə. Goranboy Goranboy bağları. ərazisinə əsasən uyğun gəlir ona görə. Xalçalı Demək C Şamaxı. variantı olacaq 3-ə və nəhayət xalçaçılıq daha uyğun olacaq. Şamaxı. Şamaxıya. D variantı. Sonra Mənim bəs Naftalanda olan nə idi? Naftalan elə neft idi də. Naftalana görə bunu soruşur ki, müalicəvi neft. Goranboyun içindədir axı Naftalan. Bax burada dairə var, balaca dairə. Bəli. Ha, bu odur Naftalan. Görsən Goranboyun sərhədləri daxilindədir deyə. Ona görə 3-ün olduğu hissəni qeyd edəcək. Aydındır? Sonra deyil. Yox. 93. 93-cü sual. Cədvələ sən doğru olan olanları müəyyən edin. Doğru olanları. Bir nədir? Mərmər. 3 nədir? Mərmər. Xromit. Bromid. Özdə Kəlbəcərdəkilərin adı, Kəlbəcərdəkinin adı nə idi? Göydərə. Göylərə. Bu Kəlbəcər ərazidir. 5 nə aradı? Vecnəli. Vecnəli. Yatağı. Vecnəli hardadır? Zəngilan. Əngelan. 2 hansıdır bəs? Roverti. Duz Yodaşdır. ehtiyat. Kub Daş duzdur, duz. kub. Baxın uşaqlar. Əgər istənilən bax demək olar ki, duz istehsal edən, yəni müəssisənin istehsal etdiyi paketin üzərinə baxın. Orada kub işarəsi qoyulub. Əgər evdə varsa, kağızda alırsınız bəzən, yaxud da ki, məsələn, paket. Gedin üstünə baxın dərsdən sonra. Üstündə bu işarə var. Bəs bu 4 nə idi? Molibden. Molibden. Orada Ordubatda Paraqaçay Maraqaçay Gəxçay. Hı -hı. Demək, cavablar ondansa olacaq. 3-5. 3-5. Xromit, filiz, qara metallurgiya. 5 qızıl, filiz, əlvan metallurgiya. Bəli. Bunlarda travertin deyil, getdi. Prelit deyil, kükürt deyil. Əslində işarələri bilməklə cavabı o dəqiqə tapmaq oldu burada. Deyin. 104. 104. Azərbaycanda təsərrüfatın dinamik inkişafına səbəb ola bilər. Dinamik inkişaf nədir? Sürətli inkişaf deməkdir, düzdür? Dinamik hərəkət mənasında ifadə olunur. Hansı sahə, məsələn, nə etsək, yəni ümumiyyətlə Azərbaycanda təsərrüfatın sürətli inkişafına nə müsbət təsir göstərə bilər? Azərbaycanda əkinə yararlı torpaqlar çoxdur. Xeyr, azdır. Niyə? Hardan bilirik? Daha çox Düzən ərazi daha çox. Azərbaycanda sıxlıq orta dünya göstəricisindən 2 dəfə çoxdur. Ona görə Azərbaycan əhalisi ərazi üzrə sıx məskunlaşıb. Ona görə adam başına düşən torpaq ehtiyatı bizdə çox ola bilməz. Bəs hündürlük qurşaqları üzrə müxtəlif təsərrüfat sahələrinin inkişafı mümkünlüyü? Bu yanlış. Başa düşmədim, nə deyim. Bu doğru fikirdir. Nəyə görə? Məsələn, Azərbaycan tək düzənlik ölkəsi və yaxud da yalnız dağlıq ölkə deyil. Ona görə Azərbaycanda həm düzənlikdə inkişaf etdirilən təsərrüfat sahələrini inkişaf etdirmək olar, həm də dağlıqda. Özdə dağlarda bilisdə hündürlüyə qalxdıqca təbiət dəyişir və hündürlük üzrə müxtəlif təsərrüfat sahələrini inkişaf etdirmək bu cəhətdən mümkündür. Məsələn, deyək ki, dağətə ərazisində dəmiyə əkinçiliyi, sonra meşə təsərrüfatı inkişaf edir, sonra dağ çəmənləri, arıçılıq, qoyunçuluğun inkişafına müsbət təsir göstərir. Aydındır, yay otlaqlarının olması dağda. Düzənliklərdə, məsələn, demək, suvarma şəraitində əkinçilik və yaxud bağçılıq və s. inkişaf etdirmək olur. Yəni, təbiət müxtəlif olduğuna görə müxtəlif bitki növlərini yetişdirmək, müxtəlif heyvandarlıq təsərrüfat sahələrini inkişaf etdirmək mümkündür. Yəni, eyni cinsli ərazi deyil də, fərqlilik var. Ona görə fərqli növ məhsul yetişdirmək mümkün olur. Və yaxud fərqli, məsələn, düzənliklərdə deyək ki, mədən sənayesi inkişaf etdirmək olur. Məsələn, çökəkliklərdən neft çıxır, dağlardan isə filiz çıxır.
Aydındır. Bəli. Yəni ərazinin dağ və ya düzənlik olmasa Azərbaycanda müxtəlif sahələrin inkişafına müsbət təsir göstərir. Düzdür? Bəli. Aha. Sonra digər hansını götürə bilərik? 2, 3, 5-dir. Bəli, bəli. Nəyə görə? Əmək ehtiyatları bizdə çoxdur. Həm də əmək ehtiyatları üzrə Azərbaycanın müxtəlif bölgələrində müəyyən vərdişlər var. Və həmin vərdişlərə uyğun olaraq məhsul istehsalı həyata keçirilə bilir. Məsələn, biri ipəkçilik üzrə ixtisaslaşıb, deyək biri məsələn bağçılıq üzrə, biri məsələn tərəvəçilik üzrə, biri deyək ki, maşın qayırma sahəsi üzrə, məsələn biri deyəndə yəni müxtəlif regionda yaşayan insanlar. Ona görə Azərbaycanda əmək ehtiyatlarının çox olması və insanların müxtəlif vərdişlərə sahib olması deyək ki, Azərbaycanda müxtəlif sahələrin inkişafına müsbət təsir göstərir. Bir də bilirsiniz ki, istehsal prosesinin inkişafı üçün nə lazımdır? Hər bir sahədə enerji tələb olunur, düzdür? Bəli. İstehsal müəssisələrinin fəaliyyət göstərməsi, ucuz enerji əldə olunması, məsələn, məhsulun istehsalının maya dəyərini aşağı salır. Sonra hansı sual? Bitdi. Yekunlaşdı mı? Bəli. Bəli, müəllim.